Choose the correct variant. Düzgün variantı seçin. A variantında this girl have a book and 2 pens qeyd olunub. Mübtədamız this girl tək olduğu üçün xəbərimiz tək də olmalıdır. Ancaq have cəm qeyd olunduğu üçün A variantı yanlışdır. B variantında there is 2 pens and a book on the table. Zira tipli cümlədə özünə ən yaxın olan isim nədirsə xəbər ondan uzlaşır. 2 pens 2 qələmdən söhbət gedir və cəm olduğu üçün xəbər ar olmalı idi. Is yazılıb deyə yanlışdır. These girls has a book and 2 pens. These girls mübtədamız cəmdədir. Xəbər də cəm olmalıdır. Has üçüncü şəxsin tək olduğu üçün C variantı da yanlışdır. There is a book and 2 pens on the table. D variantı doğru cavabımızdır. Çünki zirada özünə yaxın olan isimimiz a book tək olduğu üçün izlə uzlaşması doğru götürülür. Stolun üstündə bir kitab və 2 qələm var deyilir. Y variantında zira a book and 2 pens on the table. Yenə özünə yaxın olan isimimiz tək olduğuna görə iz olmalıydı. Ar cəm olduğu üçün Y variantı da yanlışdır. Doğru cavab D variantı götürülür.